Xiyar çiçək açır, amma meyvə vermir. Bu videonu izləyərək ətraflı izah edəcəm. Bu haqda videolar az olduğu üçün istədim bu haqda video paylaşım. Deməli, çiçəklər əmələ gəlir, amma xiyar bitkisi meyvə vermir. İlk vaxtlarda biz bunu gördükdə bizi qorxudur ki, bu illəri biz xiyardan meyvə götürə bilməyəcəyik. İnşallah indi onun ətraflı izahını verəcəm. Kanala abunə olmağı unutmayın. Daha çox faydalı məlumatlar paylaşacağım. Təbii gübrələrlə necə istifadə etmək olar, bunların hamısını bir-bir qeyd edəcəyim. Deməli, xiyarda yerli sortlar olur. Adi bizim keçmiş belə deyim, dədə-baba, ənənəvi sortlarla əkdiyimiz. Bir də var indi yerli olmayan, yəni hibrid sortlar var. Hibrid sort alıb əkən zaman, baxın belə bir deyim deməli. Yeri gəlmişəndə bu yanlardan belə yanmağın səbəbi də duz çoxluğundandır. Baxın, biz hibrid sort alıb əkən zaman hər bir deməli yarpağın ayasının yanından buradan baxın buradan. Hamısı meyvələr olur, hamısı. Bircə dənə belə biz orada dişi çiçək görürük, amma üzrüsən erkək çiçək görə bilmirik. Erkək çiçək nədir, dişi çiçək nədir, ona baxalım. Baxın, bu xiyar meyvəsidir, xiyardır. Baxın, buradan əmələ gəlməyə başlayıb. Görürsünüzmü? İlk əmələ gələn zaman dişi çiçəklər yox, erkək çiçəklər əmələ gəlməyə başlayır. Niyə? Yerli sortlarda monoik olanlar. Monoik nədir? Yəni özünü tozlaya bilmir. Yəni erkək çiçək buradadır. Dişi çiçək gəlir olur, məsəl üçün 20 santim sonra qabaqda olur. Baxın, yerli sortlarda ilk erkəklər əmələ gəlməyə başlayır. Baxın, görsədə gəlirəm. Baxın. Yenə erkək çiçəklər əmələ gəlmir. Erkək çiçəklər nətər biləsiniz? Arxasında meyvə yoxdursa, bu erkək çiçəkdir. Bitdi, getdi. Baxın. Ən azı 10 dənəyə yaxın, 15 dənəyə yaxın erkək çiçək əmələ gəlir, arxadan qabağa qədər. Baxın. Erkəkdir bu, baxın. Erkəkdir, bəli. Arxasında meyvəsi yoxdur. Amma baxın buna. Görürsünüzmü? Arxasında meyvəsi var. Görürsünüz? Bu oldu dişi çiçək. İndi bu buradan çiçək açacaq. Qoyun çiçək açmış halını da göstərdim sizə. Bir dəqiqə burada olmalıdır. Bir dəqiqə. Burada dişi çiçək də açmışdı. Çiçək. Baxın. Dişi çiçəkdir. Görürsünüzmü? Baxın. Dişi çiçəkdir. Bu dişi çiçək arxadakı erkək çiçəklərlə tozlanır və yaxud da ki evdə edirsinizsə, özünüz də edə bilərsiniz bunu. Buradan belə vurursunuz, bu tozlanma prosesi baş verir. Yəni ilk vaxtlarda çiçəklər açır meyvə olmamağına pis olmayın. Əsasən bunlar erkək çiçəklərdir. Baxın, erkək çiçəklərdir. Onların hardasa deyim sizə 1 həftə 8 gün vaxtları var. O müddətdən sonra başlayırlar solmağa. Baxın, burada solub tökülənlər var. Baxın, solub yerə tökülənlər var. Görürsünüz, vaxtları var. Ondan sonra solub tökülürlər. Siz əsas bu meyvələrə baxın. Baxın, arxasında meyvə olanlara baxın. Onlardan xiyar əmələ gəlməyə başlayacaq. Əgər deməli izdaniya binada və yaxud ev şəraitində edirsinizsə, şəhərdə edirsinizsə, bu cür xiyar əkmisinizsə, belə erkəklər çoxdursa, onları əl vasitəsilə qırırsınız belə. Baxın, bunun həmən o içəridəki poleni, baxın onu sürtürsüz bunun buradakı içərisinə. Baxın, belə sürtən zaman burada maylanma prosesi gedir və xiyar rüşeyindən başlayır inkişaf eləməyə və meyvə əmələ gəlməyə başlayır. Burada gəldikdə isə əsasən tozlanma olur. Havanın rütubətli olan zaman tozlanma prosesi